Elhamdülillah ve salatu ve selamu ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Ey Allah'ın kulları, öz nəfslərinizi hesaba çəkilməmişdən öncə xeyirdə yarışanlar, onlar tapdılar. Kimlər də ki, xeyirdə təqsirləri vardır, onlar isə ucuzanlarla öz şəhvətlərini o xeyirlərdən qazanmaq istəyir, ucuzan həlaş olan kəslər. Arafa günü böyük, əzəmətli bir gündür. Orada çoxlu xeyirlər cəm olub bu ümmət üçün. Allah subhanahu rəhməti ora nazil olur. Allah subhanahu qullarının, həcdə olanların günahlarını bağışlayır. Kim ki oradadır, yerdə olan, mukim olan kəslərin isə itayətini onlara həmin gündür verdiyi, o bildiyi o ibadətlərlə eləməklə onlara eləyir, Allah subhanahu bağışlayır. Yəni, arxa günü gəlir, 26-sı arxa günüdür. Bazar gününün orucunu bırakmayın. Çünkü bir il geçmiş, bir il gelecek, kiçik günahların hamısının bağışlanması vardır o günde. Böyük günahlardan ise tövbe lazımdır. Allah subhanahu öz kulları ile Arafa günü fəxr edir. Yani onlara mələklər yanında təriflər deyir və onlara bildirir ki, mənim bu kullarım nə istəyir. Yəni, bu evləri tərk edirlər, işlərini tərk edirlər, insanların amallarına çıxıb gəlirlər, nə istəyirlər bunlar? Yəni, onlar nə istəyirlər? Cənnət istəyirlər, cəhənnəmdən xalas olmaq istəyirlər. Allah subhanahu onları bağışlayır həmin cəhənnəmə, onları xalas edir. Həmin gündür, şeytanın ən bələzi olan, ən təhqir olunan günü, ən qəzəbli olan günüdür, Arafa günü. Çünki Allah subhanahu rəhmətli ora nazil olur, Allah onların günahlarını, böyük günahlarını belə tövbə edirsən, bunları bağışlayır. Necə ki, Bədr günündə şeytan görür ki, Cibril Aleyhisselam mələkləri sıra tutur və qoymuş ki, onları ayrılsın, Arafa günündə edir. Amma bir geri cəm olur. Arafa gedirlər, amma bir yerdə bu bədətləri cəm olur. Necə ki, Bədirdə mələklər sıradır. Orduda sırada bence Cibril Aleyhisselam onları düzülür. Günahlara düşməkdən ehtiyatlı olun, həqiqətən iblis lənətlənmişdir, əbədi cəhənnəmdə qalmışdır. Bir dənə asiliyinə görə bu cənnətdən sarılmışdır, ən aşağı olan yerə salınmışdır və ona görə günahlardan ehtiyatlı olun, Allah'a itaət edin, onun Rasuluna itaət edin. Fəhdəru və intəvəlleytum, əgər ehtiyatlı olun, əgər siz üç sevirsəniz, bilin ki, bizim Rasulun üzərinə düşün çatdırmaqdır. Yəni, Rasul çatdırdı, siz bunu bilin və etdiyiniz əməllərin yaxşılıqla yaxşılıq, pisliyə qarşılığını verəcəksiniz. Bir də cümə günüdür, Peyğəmbər sallallahu sonra salavat gətirir. Peyğəmbər sallallahu bir salavat gətirəsə Allah ona 10 salavat gətirər. Allah sallallahu Quran-ı Kerimdə əmr edir. Allah onun mələkləri Peyğəmbərə salavat gətirirlər, iman gətirənlər sizdə salavat gətirir, sallallahu aleyhi ve sellem. Allah qalmaq istəyərəm ki, İslamı və müsəlmanları izzətləndirsin, şirki və küfür əhlini dəl eləsin, Allah'tan o əminliyi bizim üzərimizdə davam etdirəsin, əmin əmanlıq böyük bir nimətdir, onu qoruyub saxlamaq lazımdır, Allah'a çoxlu şükürlər etmək lazımdır. Allah subhanahu bizlər xeyir əməllərlə fəqələsin, bizləri təlaşik cəmmələrlə uzaq tutsun və bizlərin düzgün əqidə və həs üzərində sabit qalmalı bizlərə nəsib eləsin.